Bugün biz çox ciddi bir mövzuya toxunacağıq. Söhbət Çinin Sincan bölgəsindən sızdırılan və ağır beynəlxalq cinayətlərdən xəbər verən sənədlərdən gedir. Gəlin birlikdə baxaq görək bu sənədlər bizə nə deyir. Bu təhlilimizdə biz bəşəriyyətə qarşı cinayətlər və hətta soyqırım iddialarını özündə əks etdirən sənədləri incələyəcəyik. İddialar, sübutlar həqiqətən də çox ağırdır. Ona görə də gəlin bu sənədlərin dərinliyinə baş vuraq və onların əslində nələri ifşa etdiyini anlamağa çalışaq. Mövzu həssas olduğu üçün hər detala xüsusi diqqətlə yanaşacağıq. Bəs bu sənədlərin əsas iddiası nədir? Məsələ ondadır ki, mənbələr Sincanda baş verənlərin sadəcə sıradan bir insan hüquqları pozuntusu olmadığını deyir. İddia daha ciddidir, onlar bunun beynəlxalq hüquqa görə bəşəriyyətə qarşı cinayət və hətta soyqırım kimi təsnif edilə biləcəyini irəli sürürlər. Yaxşı, belə ağır bir ittiham təbii ki, möhkəm sübutlara dayanmalıdır və mənbələr də öz iddialarını 3 əsas, belə deyək, 3 sübut sütunu üzərində qurur. Gəl indi bu sütunların nə olduğunu və onların bu dəhşətli mənzərəni necə yaratdığını bir-bir araşdıraq. Deməli, bu 3 sütun hansılardır? Birincisi və bəlkə də ən təsirlisi insan şahidliyidir. Yəni, bütün bunları yaşamış, sağ qalmış insanların və keçmiş işçilərin öz dilindən eşitdiklərimiz. İkincisi, sızdırılmış dövlət sənədləri. Bu birbaşa sistemin içindən gələn direktivlər, qaydalar, siyasətlərdir. Və nəhayət üçüncüsü, geospatial təhlil, yəni pey şəkilləri. Bu üçü birləşəndə mənbələrə görə vəziyyətin tam, şübhəyə yer qoymayan bir mənzərəsi yaranır. Gəlin birinci sütundan başlayaq insan şahidliyi. Baxın, bu ekrandakı sözlər, bunlar sadəcə statistika deyil. Bu, düşərgədən sağ çıxmağı bacaran Tursunay Ziyavudunun ifadəsidir. Bu cümlə baş verənlərin insani faciəsini, bütün o quru sənədlərin, hesabatların arxasındakı real ağırını bir anda göz önünə sərir. Və bilirsiniz, ən vacib məqamlardan biri nədir? Bu ifadələrin tək-tək olmamasıdır. Fərqli düşərgələrdə, fərqli zamanlarda saxlanılan insanlar, Gülbahar, Kəlbinur, Mihrigül, hamısı bir-birindən xəbərsiz şəkildə oxşar demək olar ki, eyni dəhşətlərdən danışır. Sistematik zorakılıq, elektrik şoku. Bu cür təkrarlanan detallar mənbələrə görə hadisələrin təsadüfi və ya fərdi hallar olmadığına, əksinə mərkəzləşdirilmiş bir sistemin parçası olduğunu göstərir. İnsanların şahidliyi dəhşətlidir, amma bəziləri buna subyektiv deyə bilər. Yaxşı, bəs sistemin özü haqqında nə deyir? Gəlin ikinci sübut sütununa keçək. Sızdırılmış dövlət sənədləri. Bax, bu bəlkə də ən təksib edilməz dəlillərə ehtiva edir. Məsələn, Sincan polis fayllarına baxaq. Söhbət 5000-dən çox məhbusun fotosundan, yüksək vəzifəli məmurlardan gələn birbaşa əmrlərdən gedir. Və ən şok edicisi, qaçmağa cəhd edənlər üçün protokol. Vurub öldürmək. Bu, bir təlim mərkəzi protokolu deyil, elə deyilmi? Şəkillərdə 15 yaşlı uşaqdan tutmuş, 73 yaşlı qocaya qədər hər kəs var. Bütün bunlar mənbələrə görə heç bir şübhəyə yer qoymadan sistematik bir repressiya mexanizmini ifşa edir. Başqa bir sənədə Qarakağ siyahısına nəzər salaq. Bu siyahı isə insanların niyə həbs olunduğunu göstərir. Səbəblərə bir baxın, başörtüyü taxmaq, normadan çox uşaq sahibi olmaq, hətta WhatsApp istifadə etmək. Rəsmi versiya bunun terrorla mübarizə olduğunu desə də, bu siyahı həbslərin əslində dini və mədəni kimliyə yönəldiyini göstərir. Deməli, şahid ifadələrimiz var, daxili sənədlərimiz var. Bəs bütün bunların fiziki sübutu? Gəlin üçüncü sütuna, yəni peyk görüntülərinə keçək. Bax, bu rəqəm həqiqətən də heyrətamizdir. 380-dən çox. Avstraliya Strateji Siyasət İnstitutunun peyk şəkilləri vasitəsilə müəyyən etdiyi şübhəli saxlama müəssisələrinin sayı budur. Bu, sadəcə bir neçə düşərgədən ibarət deyil. Bu, bütün regionu əhatə edən nəhəng bir infrastruktur şəbəkəsidir. Və bu görüntülər təkcə sayı yox, həm də tikintinin inanılmaz sürətini və miqyasını göstərir. Gəlin konkret bir misala, Dabançeng müəssisəsinə baxaq. 2017-ci ildən əvvəl bura sadəcə boş bir ərazi idi. Amma 2019-cu ilə gələndə artıq burada 220 min kvadrat metrlik nəhəng bir kompleks var idi. Yüksək divarlar, gözətçi güllələri, tikanlı məftillər. Təxmini hesablamalara görə bura 10 mindən çox insan yerləşdirmək gücündədir. Bu, sözün əsl mənasında qısa müddətdə səhrada bir həbsxana şəhərinin salınması deməkdir. Yaxşı, bütün bu sübutlara qarşı Çin hökumətinin öz versiyası, öz rəsmi izahatı nədir? Gəlin indi bu iddialara baxaq və mənbə sənədlərinin bu rəsmi mövqeyini necə təzyiq etdiyini görək. Rəsmi iddia, bu yerlər peşə təlim mərkəzləridir. İnsanlar burada yeni bacarıqlar öyrənir, radikallıqdan uzaqlaşır. Amma sənədlərin göstərdiyi reallıq,
Bu mərkəzlər həbsxanaya bənzər təhlükəsizlik tədbirləri ilə əhatə olunub, içəridə ideoloji beyin yuma aparılır və ən əsası qaçanlar üçün vurub öldürmək protokolu mövcuddur. Bu, hansısa bir peşə məktəbinin qaydasına oxşayır sizcə? İkinci rəsmi iddia. Bu, terrorla mübarizə tədbiridir. Yaxşı, bəs sənədlər nə deyir? 1 milyondan çox insanın saxlandığı iddia edilir və həbs səbəbləri, bayaq da gördüyümüz kimi, dua etmək, saqqal saxlamaq kimi qeyri-zoraki əməllərdir. Mənbələr bu sualı ortaya qoyur. Bu qədər geniş miqyaslı həbslər həqiqətən terrorla mübarizədir, yoxsa bu, bütöv bir etnik və dini qrupun hədəfə alınmasıdır? Və indi, bəlkə də ən narahat edici məlumatlardan birinə gəlirik. Demografiya. Bu qrafikə diqqətlə baxın. Cəmi 2 il ərzində, 2017-2019-cu illərdə Uyğur bölgələrində doğum səviyyəsi təxminən 49%. Yəni, demək olar ki, yarıbayarı azalıb. Ölkənin qalan hissəsində bu rəqəm cəmi 4%-dir. Bu cür kəskin və qeyri-mütənasib azalma təsadüfi ola bilərmi? Mənbələr bunun birbaşa məcburi sterilizasiya və doğumun qarşısını alan digər tədbirlərlə əlaqəli olduğunu iddia edir. Bu, fiziki məhvlə yanaşı gələcək nəsillərin də qarşısının alınması deməkdir. Yaxşı, bütün bu sübutları, şahid ifadələri, sızdırılmış sənədlər, pek şəkilləri, demoqrafik məlumatlar bir yerə yığdıqda beynəlxalq hüquq dili ilə bu nə adlanır? İndi gəlin, sənədlərin niyə məhz soyqırım kimi ağır bir termini istifadə etdiyini anlamaq üçün hüquqi tərifə nəzər salaq. Beynəlxalq hüquqda soyqırımın çox dəqiq bir tərifi var. Bu, 1948-ci ildə qəbul edilmiş və yeri gəlmişkən Çinin də ratifikasiya etdiyi BMT konvensiyasında yazılıb. Tərifə görə soyqırım müəyyən əməlləri xüsusi bir niyyətlə törətməkdir. Hansı niyyətlə? Milli, etnik, irqi və ya dini bir qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə. Bax, bu niyyət sözü burada açar məqamdır. Konvensiya soyqırımını təşkil edən 5 konkret aktı sadalayır. Gəlin baxaq. Qrupun üzvlərini öldürmək, onlara ciddi fiziki və ya mənəvi zərər vurmaq, qəsdən məhvə hesablanmış həyat şəraiti yaratmaq, doğumların qarşısını almaq və uşaqları zorla başqa qrupa köçürmək. Mənbələr də məhz bunu iddia edir. Sincanda gördüyümüz sübutlar, düşərgələrdəki işgəncələr, 2-ci maddə, doğum səviyyəsinin kəskin düşməsi, 4-cü maddə, uşaqların ailələrdən alınması, 5-ci maddə, birbaşa olaraq bu hüquqi tərifin bəndlərinə uyğun gəlir. Beləliklə, dəhşətli sübutlar var, hüquqi tərif var, bəs sonra bütün bunları ortaya qoyan mənbələr nəticə olaraq nə təklif edir? Onlar beynəlxalq ictimaiyyəti hansı addımlar atmağa çağırır? Çağırışlar çox şaxəlidir. Bir tərəfdən, hüquqi məsuliyyət tələb olunur. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsi istintaq apara bilər, yaxud ayrı-ayrı ölkələr universal yurisdiksiya prinsipi əsasında öz məhkəmələrində bu işlərə baxa bilərlər. Digər tərəfdən, siyasi və iqtisadi təzyiqlər var. Bu cinayətlərdə əli olduğu iddia edilən məmurlara qarşı Magnitski aktı kimi hədəflənmiş sanksiyalar tətbiq etmək və ya Sincandan məcburi əməklə istehsal olunan malların idxalını qadağan etmək. Yəni, məqsəd həm hüquqi, həm də iqtisadi yollarla təzyiq göstərməkdir. Və təhlilimizin sonunda bu sənədlər bizi çox fundamental və narahat edici bir sualla üz-üzə qoyur. Biz hamımız 2-ci Dünya müharibəsindən sonra verilən o məşhur bir daha əsla vədini eşitmişik. Bu, bütün bəşəriyyətin ortaq öhdəliyidir. Amma bu sənədlərin ortaya qoyduğu mənzərə fonunda o sual yenidən gündəmə gəlir. Bu vəd praktikada nə deməkdir və bugün bu vədə sadiq qalmaq üçün nə etməliyik?